Nə deyəcəyimi unutdum. İngilis dilində danışarkən əgər idiomları bilmirsinizsə, deməli sizi qarşı tərəf anlamayacaq, nə də siz eşitdiklərinizi anlamayacaqsınız. Ona görə gəlin bugün 5 idiom öyrənək. Birincisi, speak of the devil. Nə deməkdir bu? Şeytanın haqqında danışmaq? Təbii ki, xeyr. Bu sadəcə bir idiomdur. Mənası isə haqqında danışdığın insanın söhbətin üzərinə gəlib çıxmasıdır. Yəni, we were just talking about you. Speak of the devil. Yəni biz sənin haqqında danışırdıq. Həmin adamın ortaya gəlib çıxmasına deyilir. İkinci idiomumuz isə long story short. Bu nədir? Uzun hekayənin qısası, xeyr, sözün qısası deməkdir. Məsələn, sözün qısası o özünü pis hiss edirdi. Long story short, she was upset yesterday. Dünən pis idi. Üçüncüsü, under the weather. Havanın altında olmaq. Təbii ki, xeyr, havanın altında olmaq demək deyil. Yəni mudumuzun aşağı olması deməkdir. Keyfin, əhvalın olmaması deməkdir. I am feeling a bit under the weather today. Bugün özümü biraz, yəni mudum aşağıdır, pis hiss edirəm kimi. On the same page. Eyni səhifədə, təbii ki, xeyr. Yəni biri ilə eyni fikirdə olmaq. We were just unutdum. Nə deyəcəyimi unutdum. Let's make sure we are on the same page. Yəni əmin olmaq istəyirəm ki, biz səninlə eyni fikirdəyik. Və bugünkü idiomumuzun son olaraq 5-incisi call it a day. Nədir? Gün adlandırmaq. Təbii ki, xeyr. Bu günü bitirməkdir.